9 yaşında onunla birlikte olduğu diyen bir təfəkkür, bir din, bir hədis anlayışı ola bilərmi? Çıxıb neydi nədir o şeye? Bir tane kanala. Aparıcı da deyir, Buxar deyə bilmir. Deyə bilmir adı, sonra deyir ki, o kitabda Buxar öz rəyi yazır. Biz adı deyəmir, sonra deyir ki, bəs rəyi yazır. Məsələn, heç kitabda xəbərin yox. Nə rəyi? Hədis kitabda rəyi olmur. Nə gündədir? Oradan da o birisi deyir ki, ha, düz deyirsən. Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşə radiyallahu anh evləndi 9 yaşında. Fikirləsə nəyə gətirir, hansı məsələni? O məsələni gətirir ki, bizim cəmaat işləyir də, yəni orasında publika işləyir. Cəmaat görür, nəyi qəbul eləməz, onu gətirir. Hilə gəldi. Təsəvvür edin. O vaxtın urfun gətirir, o vaxtın adəti. Hansı ki, o vaxtı o şey adi bir şeydir. Məryəm Yusuf Nəccarla, İsa'nın anası. Yusuf Nəccara gedəndə Məryəmin 12 yaşı var idi, Yusuf Nəccarın 94. Yəni o vaxtı bu şey adi idi. Adi idi. O vaxt urf belə idi. Nə ki, o vaxtı, bir 100 il, 150 il bundan qabaq bizim nənələr, babalar tez evlənirdilər. Hətta nəyin ki bizdə, müsəlmanlarda, başqa dinlərdə də tez evlənirdilər, Avropada və s. Tez evlənirdilər. Burada bir şey yoxdur. Sadəcə insanlar uzaqdır o bilgilərdən, insanlara belə təqdim edirlər ki, bu nədir? Hətta İbn-i Şamı ittiham edir. İbn-i Şamı, rahimallahu, böyük alimi. Peyğəmbər sallallahu aleyhi ve sellem bəli evlənir. Birinci Ayşə radiyallahu anh yetib deyildi. Qalmışdı kimsəsiz. Şərəfli bir ailədən idi. Atası Abu Bakr. Anası da var idi. Əgər də eyb olsaydı, hələ Yahudilər, Nəsranilər, münafiqlər dolu idi. Qaldırlardılar bu məsələni. Bu nədir? Belə. Heç kəs heç demədi. Çünki o vaxtı bu adi bir şey idi. Görürsən, sındıqlara gətirirlər qəsdən. Gətirirlər cəmaatı, beynin oynatırlar ki, buna bax. Bəli, indi eləməyərək. Çünki biz bu saat artıq başqa bir ufda yaşayırıq. Yəni, başqa bir yanaşmada yaşayırıq. O vaxtki yanaşması başqa idi, bu vaxtın yanaşması başqa. Aydın yanaşlar. Lakin onlar təqdim eləməyin məqsəd nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem ittiham eləməkdir. Pis göstərməkdir.